Dövlət Təhlükəsizlik Xidmətinin Balakənin sabiq icra başçısı İslam Rzayevin həbsi ilə bağlı görüntüləri yaymasından sonra onun personası yenidən müzakirə mövzusuna çevrilib. Ötən gündən bəri mediada Rzayevin əməllərinə dair yeni faktlar tirajlanır. Yeni Sabah qeyd edir ki, Metbuat bu mövzuda maraqlı məlumat əldə edib. Balakən sakinlərindən biri sayta açıqlamasında deyib ki, 14 il icra başçısı vəzifəsində çalışan İslam Rzayev özünü dövlət qulluqçusu deyil. Rayonun axsı kimi aparılmış təbəlliyində çalışan şəxslərlə kobud rəftar onun xarakteri üçün vazkeçilməz xüsusiyyət olub. Xəbərlərə görə İslam Rzayev təkcə icra hakimiyyətinin əməkdaşlarına deyil, hətta ona tabi olmayan vəzifəli şəxslərə də qanunsuz göstərişlər verilmiş. O, regional təhsil idarəsinin müdiri, baş həkim maliyyə idarəsinin rəisi, sosial təminat şöbəsinin sədri və başqa vəzifəli şəxsləri həmişə təzyiq altında saxlayıb. Balakəndə müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurları tez-tez kabinetinə çağırıb məzəmmət etmək Rzayevin sevimli məşğuliyyətlərindən biri olub. Balakənlilər onun dilindən Bakıdakiları yaddan çıxarın, sizin ağanız mənəm sözlərini tez-tez eşidirmiş. Onun razılığı olmadan rayonun heç bir xəstəxanasına baş həkim, heç bir məktəbə direktor təyin edilməmiş. Hətta seçkili qurum olan bələdiyyələrdə icra başçısının öz üsulları ilə formalaşılmış. Balakəndə idarə və təşkilat rəhbəri olan bəzi məmurların bu münasibətdən narazı qaldığı üçün Rzayevdən tez-tez mərkəzə şikayət etdiyi bildirilir. İslam Rzayev son 2 ildə haqqında ən çox şikayət olunan icra başçılarından biri olub.